1 mol bir atomlu ideal qaza 200 joule istilik miqdarı verilir. Deməli, Q bərabər 200 joule-dur. Və bu zaman qaz xarici qüvvələr üzərində 200 joule iş görür. A' bərabər 200 joule-dur. Deməli, qaza 200 joule istilik miqdarı verilir və qaz da 200 joule iş görür. Termodinamikanın birinci qanununa görə Q bərabərdir delta U plus A'-dır. Fikir versəz, Q ilə A' bir-birinə bərabərdir. Deməli, delta U yoxdur. Delta U bərabər 0. Daxili enerji dəyişməyib. U konstant qalıb. Daxili enerji nə zaman konstant qalır? U bərabər 2-də 3. Kiçikən bölünsün böyüyəm RT-dir. Deməli, kütlə sabit olanda temperatur dəyişməsə daxili enerji də dəyişmir. Deməli, burada izotermik proses baş vermişdir. T konstant qalıb. İndi biz bu proses üçün qazın sıxlığının temperaturdan asılılıq qrafikini çəkməliyik. Deməli, izotermik proses olduğuna görə temperatur sabit qalır. Və fikir versəz, qaz müsbət iş görüb. Qaz müsbət iş görübsə, deməli, qaz genişlənib, yəni həcmi artıb. Həcm artıbsa, V bərabər M böl Rho-dur. Həcm artıbsa, sıxlıq nə etməlidir? Azalmalıdır. Ona görə də qrafikimiz olacaq bu şəkildə.